Avropanın Neysyan Dableyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının ən son təhlillərinə əsasən, xüsusilə də bu model proqramları onu göstərir ki, troposferin orta qatlarındakı Avropanın şimal-qərbindəki siklonun və Mərkəzi Asiyadakı antisiklonun təsirləri ilə may ayının 2-ci və 3-cü 10 günlüyü ərzində Qafqaz ərazisində hava şəraitinin həm isti, həm də sərin keçməsi gözlənir. Çünki bu sistemlər xüsusilə də may ayının artıq ortalarına doğru, yəni 13-dən sonraki tarixlərdə Qafqaz ərazisindən keçən hava axınları həm Mərkəzi Asiyadan daxil olan antisiklonun təsiri ilə, yəni bu antisiklonun sol qolunun gətirdiyi isti hava dalğalarının təsiri altında olacaq, həm də ki, eyni zamanda şimal-qərbi Avropadan daxil olan siklonun təsiri ilə ekstratropik siklon sisteminin sağ qolunun gətirdiyi nisbətən rütubətli və sərin hava axınlarının təsiri altında olacaq. Qafqaz ərazisi əsas risk bölgələrindən hesab edilir. Çünki bu siklon və antisiklonların toqquşduğu cəbhə ərazisində yerləşən ərazi Şimali Qafqaz və Cənubi Qafqaz olacaq. Bu da hava şəraitinin xüsusilə də may ayının 13-nə qədər olan müddət ərzində əvvəlcə Azərbaycanın dağlıq rayonlarında hava şəraitindən tez-tez dəyişiklik gözlənilir. Artıq may ayının 14-ü axşamdan başlayaraq mayın 15-i, 16-sı, 17-si, 18-ci və 19-cu tarixlərində isə Azərbaycanın demək olar ki, bir çox rayonlarında havada günün bir çox saatlarında quruluqda artım gözlənir. Xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəkirqax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq Şirvanda, eyni zamanda Şimal-Qərb rayonlarında, yəni Gəncə, Qazax ərazisində, Qazax, Ağstaval, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Gölcük, Goranbəy, Azərdə və Kiçik Qafqazın Daşkəsən, Gəribə, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərq ərazilərində və Cəlilabad, Masallı, Lənkəran, Asır, Yarını, Lerişdə ümumi olaraq havanın temperaturunda artım tendensiyaları müşahidə edilsə də, may ayının artıq ortalarına doğru, mayın 13-dən sonra isə hava şəraitinin tez-tez dəyişilməsi gözlənir. Bu proses xüsusilə də topa yağış buludlarının aktiv inkişafı ilə müşahidə ediləcək ki, bu da mayın 14-ü axşamdan başlayaraq mayın 15-i, 16-sı, 17-si və 18-sində Azərbaycanın şimal-qərb rayonlarından daxil olan hava axınları, hətta mərkəzi aralığında da mayın 15-dən sonra lokal xarakterli şimşək, ildırım, dolu proseslərinə səbəb ola bilər.